ləzzətə, xoşluğa, zövq almağa, şadlığa mane olan amillərdən biri də günahdır. Günahın bir təsiri də budur ki, qəlbi öldürür. Ruh öləndə lazımsız olur. İnsanlıqdan çıxır. Ruh öləndə Allah ruhda zuhur eləyə bilmir. Allah gərək qəlbdə zuhur eləsin. Allah həydir, diridir. Ölü qəlbdə zuhur eləyə bilmir. Biz öz zərərimizə iş görürük, Allah narahat olur. Biz öz xeyrimizə iş görürük, Allah şad olur. Allahı belə tanıtdırmamışıq biz. Allahı belə tanıtdırmamışıq. Allah hey günah mövzusuna həsr edib özünü. Allahın işi, gücü, dərdi, səri bizim günah eləməməyimizdir. Niyə? Çünki günah bizə zərbə vurur. Allah özünü öldürür ki, sən günah eləmə. Nə vardı ki, deyəsən, bu şey zərərli də eləmə, bu şey xeyirli də elə. Nə vardı ki, bunu deməklə eləsin? Allah yaradıb görür, bilir ki, deməklə bu düzəlməyəcək bu. Böyle bir varlıq düzəlməyəcək. Deyir, gərək mən qarışım işə. Allahlığımla meydana girim. Mən gərək fəryad eləyim, əmr eləyim, qadağan eləyim, təhdid eləyim, danışım, deyim, təşviq eləyim. Hər hansı vasitə ilə